şəhid anası gəldi, yaxınlaşdı mənə. Dedi ki, oğlum haqqında bir şeir yaza bilərsiniz. Mən də dedim ki, anam, mən istəməklə deyil o. Gərək Allahın izni ilə o şəhidin özünün bir inayəti ola, mən ondan bir ruhi bağlantı quram, ondan aşinalıq eləyəm. Ondan sonra qismət olsa inşallah yazaram. Həmin şəhidimiz Oruz Vəliyevdir. Əslən Gəncədəndilər, Gəncə şəhərindəndilər onlar. Belə mənəviyyatlı qardaşımız olubdu. Şəhadətə yetişməmişdən də qabaq, gecə vaxtı əsgər yoldaşları görüb ki, bu durub soyuq su ilə qüsul alır. Soruşublar ki, bundan neyniysən? Deyib, mən şəhadət qüsulu alıram. Bir neçə dəqiqədən sonra bizə döyüş əmri gələcək və mən orada şəhadətə yetişəcəm, şəhid olacam. Dediyi kimi də olubdu. O qardaşımızın haqqında anası gəldi, yaxınlaşdı mənə. Dedi, övladım haqqında bir şeir yaza bilərsən? Dedim, ana, o mənim istəyimlə olmur. Gərək Allahın izni ilə özü inayət eləsin, inşallah yazaram. O şəhidimizin də məclisinə təxminən 2 ay vaxt qalmışdı. Sonra başqa adamlar da gəlmişdilər. Deyirdilər, o şəhid qardaşımızın haqqında bir şeir yaz. Mən başlamışdım yazmağa bir şeir Orucun haqqında. Şeiri tamamlaya bilmədim. Yarıda qaldı şeir, tamamlaya bilmədim. Ondan sonra üstündən bir neçə gün keçmişdi, çox narahat idim. Başqa bir şeir, tamam başqa bir şeir başladım onun haqqında yazmağa. Yazdım, yenə o şeir tamamlanmadı. 2 şeirim elə yarımçıq qaldı Orucun haqqında. Həddindən artıq narahat idim, məclisə də az qalmışdı. Bu heyətin, uşaqların birinin toy məclisi idi, dekabr ayının 10-unda səhv eləmirəmsə. Hacı Ramil qardaşımız dəvət eləmişdi məni də həmən məclisə. Biz oturmuşduq orada, söhbət eləyirdik, bizim şair qardaşlarımızdan biri gəldi, yaxınlaşdı. Hacıya dedi ki, Hacı, dedi, mən bir şeir yazıram, ancaq ki, dedi, tamamlaya bilmirəm. Hacı o qardaşımıza dedi ki, xanım Fatimə Zəhraya təvəssül elə, inşallah yazarsın. Elə bildim ki, Allah məni eşitdir. Sonra gəldim mən evə, heç nə demədim orada heç kimə, Hacı ilə də heç nə danışmadım. Gəldim evə, xanım Zəhraya təvəssül elədim. Dekabr ayının 17-si şəhidin məclisi olmalı idi. Dekabr ayının 17-si şəhidin məclisi olmalı idi. Biz 16-sı getməli idik oraya, Gəncəyə 16-sı getməli idik. Alınmırdı, çox narahat idim, həddindən artıq narahat idim. Ayın 16-sı biz günorta çıxmalıydıq, həmən gecəni bir yuxu gördüm, həmən yuxuda şəhid Orucu qardaşımızın şeirini oxudular. Oxudular bir neçə dəfə, mən o səslərlə, o sözlərlə ayıldım yuxudan. Ayıldım yuxudan, onu köçürdüm dəftərə, getdim. Səhərisi günü biz çıxmalıydı, getdik. Orada oxudum o şeiri və şeiri də xanım Fatimə Zəhranın adı ilə oxudular. Xanım Zəhranın adı ilə. Etsə bir dəfə nəzər Həzrət-i Zəhra oruca, etsə bir dəfə nəzər Həzrət-i Zəhra oruca, açarız ağuşunu şövq ilə taha oruca. O ki öz canını haqq uğruna qurban elədi, verilər bağı behişt cənnətül əla oruca. Yara yetmək üçün o aldı şəhadət üsulun, yara yetmək üçün o
aldı şəhadət qüsulun, açdı cənnət qapısın xaliqi yekta oruca. Allah öz aşiqinə ali məqam bəxş eləyər. Allah öz aşiqinə ali məqam bəxş eləyər. Yeri var qibdə edər cümlə-i dünya oruca. Bir ömür ali əba eşqini qəlbində tutur, necə lütf eyləməsin itrəti Molla oruca. Gecə rüyada oxundu sənə adil bu şeir. Gecə rüyada oxundu sənə adil bu şeir. Yazılıb cənnətül əlada bu misra oruca. Etsə bir dəfə nəzər Həzrət-i Zəhra oruca. Açar öz ağuşunu şövq ilə taha oruca. Açar öz ağuşunu şövq ilə taha oruca.